Salam, hörmətli tamaşaçılar, sizləri xoş gördük. Bugünkü verilişimizin qonağı Almaniyada fəaliyyət göstərən soydaşımızdır. Baltik Net Cəmiyyətinin İdarə Heyətinin sədri, texnika elmləri doktoru, professor Yaşar Musayevdir. Yaşar müəllim, xoş gəlmisiniz efirimizə. Çox sağ olun, Anar bəy. Yaşar müəllim, ilk sualımız elə bu əlamətdar COP29 ilə bağlıdır. Bilirsiniz ki, bu 2024-cü il ölkəmiz üçün çox mühüm, belə möhtəşəm bir tədbirlə yadda qalmaqdadır. Hal-hazırda da davam eləyir. Siz də Almaniyada məhz COP-da iştirak etmək üçün bura gəlmisiniz. Ümumiyyətlə, bildiyim qədərilə bu bütün postsovet məkanında və yaxın və orta şərqdə bir ən böyük tədbirdir ki, Bakıda keçirilir. Sizin təəssüratlarınız necədir? İlk öncə, Anar bəy, sizə dəvətə görə çox dərin təşəkkürümü bildirirəm. Əlbəttə, vətəndə olmaq xoşdur və bu xoş hadisə eyni zamanda sizin qeyd etdiyiniz kimi iqlim dəyişiklikləri üzrə dünyada ən böyük konferans olan COP tədbirinin Azərbaycanda, onun paytaxtı Bakıda keçirilməsi münasibəti ilə vətəndə olmaqdan çox məmnunam. Doğrudan da bu tarixi bir hadisədir. Çünki Azərbaycana demək olar ki, 70 mindən yuxarı bizim xarici qonaqlar gəlmişdir. Bunların içərisində 80-dən yuxarı dövlət, hökumət rəhbərləri və eyni zamanda tanınmış alimlər, nəinki iqlim sahəsində olan mütəxəssislər, o cümlədən həyatımızın, cəmiyyətimizin bütün sahələrini də olan mütəxəssislər və bizim qonaqlar Bakıya təşrif buyurublar, gəliblər və iqlim hadisələri ilə əlaqədar olan konferans Birləşmiş Millətlər Təşkilatının ən böyük konferansıdır və bu konferansda məqsəd bizim planetimizdə yaranan iqlim dəyişikliklərlə əlaqədar olan qlobal dəyişikliklərə insani nöqteyi nəzərdən, human nöqteyi nəzərdən təsir eləmək və birlikdə qərarlar qəbul eləməkdir. Azərbaycana bilirsiniz, dünyanın demək olar ki, 196 ölkəsindən nümayəndə heyəti gəlib və mən demək olar ki, 24 ilə yaxındır ki, Azərbaycandan kənarda, Avropada və Almaniyada yaşayıram və bizim xaricdə yaşayan Azərbaycanlılar Azərbaycanı orada tanıtdırırlarsa, artıq demək olar ki, dünyanın bütün ölkələrindən bizim vətənə gəliblər, görürlər yerli vəziyyəti və imkan daxilində də vətənimizi daha yaxından tanıyırlar və bu tanışlıq da bizim gözəl şəhər olan Bakını, bizim xalqın adət-ənənələrini, buradakı qonaqpərvərliyi, eyni zamanda Azərbaycanda olan inkişafı görmək əlbəttə ki, mənə də bir Azərbaycanlı kimi çox xoşdur. O ki, qaldı iqlim dəyişiklikləri çərçivəsində mövcud olan fosil enerji mənbələrindən yaşıl enerji mənbələrinə keçid. Bu keçid, bilirsiniz, həm Paris konferansı 1,5 dərəcə Celsius istiliyin qarşısını alması haqqında konvensiya və ondan öncə Kyoto protokolu və əlbəttə ki, bu hər il keçirilir. Mən Almaniyadan bura gəlmişəm. Siz bilirsiniz, bu iqlim dəyişiklikləri konferansı, yəni COP, Conference of Parties deyirlər ingilislər buna. Bu COP-un ilkin təşəbbüskar ölkəsi məhz Almaniya olmuşdur və Almaniyada Tərəflər Konvensiyası. Bəli, Tərəflər Konvensiyası və həm də indiyənə kimi o 29 konferansdan 4-ü məhz Almaniyanın ərazisində keçirilib. Yəni Almaniya yeganə ölkədir ki, bunu həm təşəbbüskar kimi, həm də yəni 4 dəfə öz ərazisində qonaq qəbulu ilə bu konferansı yüksək səviyyədə öz ərazisini təşkil eləmişdir. Və Azərbaycanda da bunun təşkili çox əlamətdar, demək olar ki, ilimizin ən əlamətdar, nəinki Azərbaycan üçün, heç şirmədən deyərdim ki, beynəlxalq miqyasda çox əlamətdar bir hadisədir. Siz bilirsiniz, indi geosiyasi məkanda təkcə bizim region deyil, dünyada çox mühüm hadisələr baş verir və bu mühüm hadisələrin fonunda dünyanın nəzər nöqtəsinin, diqqətinin Azərbaycana yönləndirilməsi bizim ölkənin strateji əhəmiyyətindən xəbər verir və bu baxımdan da
Azərbaycan xalqını və Azərbaycan hökumətini səmimi qəlbdən təbrik etmək istərdim. Yaşar müəllim, mən əsas istəyirəm sizin sahənizlə bağlı kopa bir nəzər salaq. Siz mühəndissiniz və 100-dən çox patentə sahibsiniz. Bizim bu COP tədbiri də əsasən Yaşıl Dünya naminə yəni gerçəkləşən bir sammitdir. Ümumiyyətlə təsadüf deyil ki, Prezident İlham Əliyev də bu il Yaşıl Dünya naminə həmrəylik ilə elan edib. Yəni Yaşıl Dünyaya bir mühəndis nəzərləri ilə necə düşünürsünüz? Keçmək çox yəni uzun bir yol qət etmək deməkdir, yoxsa necə? Məsələn, Azərbaycanda son illər külək, günəş enerji stansiyalarının sayı getdikcə artmaqdadır. Məsələn, mən Naxçıvanda oldum. Qafqazın ən böyük günəş enerji elektrik stansiyası oradadır. Ümumiyyətlə bu bir trenddir, yoxsa bu biznesdir, yoxsa doğrudan da bunun həqiqətən dünyamızın gələcəyinə ekoloji cəhətdən faydaları var. Yəni bunu Nəinki faydaları var. Bu bizim yaşıl enerji mənbələrinə keçid. Yaşıl enerji dedikdə biz deməli əsasən sizin qeyd etdiyiniz kimi külək enerjisi, günəş enerjisi və gələcəkdə də yaşıl hidrogen əsasən bu mənbələrdir. Mənbə su elektrik stansiyası da bəli, su elektrik stansiyası da elektrik mənbəsinin bir növüdür. Orada da əgər belə demək olarsa karbon dioksid, yəni onun təbiətə vuran ziyanı və onun istehsalı prosesində, yaranması prosesində olan ziyanın qarşısını almaq üçün məqsəd bizim təbiətimizin qorunması. Çünki təbiətin qorunması bu təkcə xoş bir arzu deyil, bu zərurətdən irəli gələn. Biz bayaq Paris konfransının 1,5 dərəcə Celsius istiliyi siz görürsünüz təbiətimizdə, müxtəlif ölkələrdə nə qədər təbiətin şıltaqlığı nəticəsində fəlakətlər baş verir. Siz bu yaxınlarda məsələn Avropada, İspaniyada 260-a yaxın insan öz həyatını itirdi. Ondan öncə Amerika Birləşmiş Ştatlarında və dünyanın müxtəlif yerlərində təbii fəlakətlərin qarşısını almaq artıq mümkünsüz bir prosesə çevrilir. Ona görə də təbiətin bu cür yəni vurduğu, əgər belə demək olarsa, əks zərbiyə insanlar reaksiya verməlidirlər və bunun qarşısı almalıdır. Bu məsələnin müxtəlif obyektləri var. Məsələnin geostrateji əhəmiyyəti var, bu keçid labüddür, iqlim baxımından labüddür. İqtisadi baxımdan bu məsələyə düşünülmüş formada yanaşmaq lazımdır. Yəni, xüsusilə Azərbaycan şəraiti üçün və Azərbaycan kimi neft-qaz sənayesi ölkələri üçün bu mənim əlbəttə şəxsi fikrimdir. Bu keçid bir tərəfdən zərurətdir, o biri tərəfdən də bu keçid mərhələli olmalıdır. Mərhələli çünki yeni enerji mənbələrin keçid dövründə onun maliyyə mənbələrini də tapmaq lazımdır. Mövcud maliyyə mənbələri də isə məsələn bizdə Azərbaycanda ki, neft-qaz sənayesi sektorundan gəlir. O neft-qaz sənayesi sektorundan gələn mənbələri yaşıl enerjinin mənbələri. Ancaq bu keçid əvəzlənmə bəli. Çünki maliyyə mənbələri olmadan bu layihələrin yerinə yetirilməsi də mümkünsüz olur. Dünyanın sənayesi inkişaf etmiş ölkələr, Amerika Birləşmiş Ştatları və o dediyimiz karbon dioksid baxımından təbiətə vuran tullantılar baxımından əsasən sənayesi inkişaf etmiş ölkələr G7-lik ki biz deyirik. Amerika Birləşmiş Ştatlarıdır, Almaniyanın özüdür, Çindir, Yaponiyadır, İtaliyadır, Fransadır, İngiltərədir və s. bu ölkələr, Rusiyadır. Deməli, bu ölkələrin sənayesi baxımından təbiətə vurduğu ziyanlar da həddindən artıq çoxdur. Ona görə də bu ölkələrin də üzərinə xüsusilə böyük məsuliyyət düşür və o məsuliyyətin daşıyıcısı olaraq həm özlərinin sənayelərinin yaşıl enerjiyə tədricən keçid biz burada 30 ildən, 50 ildən danışmırıq. Məsələn, Avropa İttifaqı üçün, Avropa İttifaqına daxil olan ölkələr üçün 2035-ci il və 2050-ci ildə net zero deyilir, yəni sıfır karbon dioksid, yəni dəm qazı istehsal prosesi nəticəsində yaranmayan məsələlərə keçid. Bu cür ölkələrin həm maliyyə baxımından, həm də sənaye baxımından üzərinə xüsusilə böyük vəzifə düşür ki, biz inanırıq ki, bu vəzifəni də onlar dərk edəcəklər və uyğun olaraq dünyada olan digər ölkələrin də tədricən yaşıl enerji. Yəni, bu ümumi bizim planetimizin problemidir. Yəni, bu qlobal məsələdir. Bu, insanlıq qarşısında dayanan qlobal məsələdir. Bu məsələnin də həlli mövcud iqlim dəyişiklikləri haqqında qanunvericiliyə və konvensiyalara uyğun, eyni zamanda şuurlu
mənim nöqteyi-nəzərimdən strateji yol xəritələri əsasında keçirilməlidir. Biz Almaniya Federativ Respublikasını burada misal gətirdik. Çünki həm təşəbbüslər ölkə kimi, həm də hər işə sistemli yanaşan ölkə kimi biz strateji yol xəritəsi qəbul etmişik. Məsələn, strateji yol xəritəsi həm qeyd edilən o 3 müxtəlif növ yaşıl enerji növləri üzrə, həm də integral məsələlərin integral həlli baxımından Almaniya özünün strateji yol xəritəsini tərtib edib. Almaniya yeri gəlmişkən yaşıl hidrogen üzrə strateji yol xəritəsinin tərtibində bir mühəndis kimi mən də iştirak eləmişəm və bizim bu biliklərin, bu təcrübənin doğma vətənimiz olan Azərbaycanda mən inanıram ki, bu və ya başqa sahədə tətbiqi üçün bizim də öz töhfəmiz ola bilər. Bir Azərbaycanlı kimi çox uğurlar qazanırsınız elmi fəaliyyətinizdə, amma mənə maraqlıdır ki, Azərbaycanda elmi mühit varmı, yoxmu? Ümumiyyətlə, bu barədə fikirləriniz maraqlıdır. Məsələn, məlumdur ki, təbii ki, Azərbaycanlılar elm sahəsində, xüsusilə texnoloji sahədə xaricdə çox böyük uğurlar qazanırlar. Amma Azərbaycanda bu daha çox nəzəri cəhətdən inkişaf edir. Praktiki cəhətdən buna elmi vəsait lazımdır, laboratoriya mühiti lazımdır. Yəni, praktika üçün lazım olan resurslar üstünlük təşkil edir bu prosesdə. Siz nə düşünürsünüz? Biz hansı yolu qət eləməliyik ki, biz Alman texnologiyasını ölkəmizə daha tez, ölkəmizi daha tez inteqrasiya elətdirə bilək Alman elmi mühitinə? Çox sağ olun suala görə. Əlbəttə, yenə də mən öz dünya görüşümü və öz fikirlərimi paylaşacağım sizinlə. Bilirsiniz, Azərbaycan 1991-ci ildən sonra Sovetlər İttifaqı dağıldıqdan sonra öz müstəqilliyini keçmiş digər 15 Sovetlər Birliyinə daxil olan respublika kimi bərpa eləmiş bir respublikadır və bizim bilirsiniz 30 il dövründə əsas hədəfimiz, strateji hədəfimiz Qarabağ və onun ətrafında olan rayonların, zonanın işğaldan azad olunması bir nəinki strateji bir vəzifə kimi, ümumiyyətlə böyük bir vəzifə kimi bütün xalq qarşısında, o cümlədən hökumət qarşısında duran əsas vəzifələrdən biri idi. İndi şükürlər olsun ki, 2020-ci ildən etibarən son olaraq 2023-cü ildə bir günlük olan antiterror əməliyyatı nəticəsində bizim demək olar ki, bütün torpaqlarımız işğaldan azad olundu və Azərbaycan özünün beynəlxalq aləmdə tanınmış ərazi bütövlüyünü tam bərpa elədi. Bu münasibətlə fürsətdən istifadə edərək bizim bütün xalqımızı təbrik edirəm və bir Azərbaycanlı kimi də, xaricdə yaşayan bir Azərbaycanlı kimi də bundan qürur hissi duyuram. İndi qaldı elm, təhsil məsələləri. Əlbəttə ki, elm, təhsil məsələləri mənim nöqteyi nəzərimdən bu da o dediyimiz proqram, strateji yol xəritəsinə uyğun pilləli olaraq inkişaf elətdirilməlidir. Əgər məsələn mühəndislik elmini götürürüksə, müqayisə etdikdə Almaniya ilə Azərbaycanı, mühəndislik elmi elədir ki, bu elm adətən sənayesi inkişaf etmiş ölkələrdə daha çox inkişaf eləyir. Bunun səbəbi nədir? Çünki sənaye istər-istəməz yüksək ixtisaslı mühəndislərə tələbat yaranır. Bir yerdə ki, sənaye potensialı olmadı, orada artıq yüksək ixtisaslı mühəndislərə də az tələbat yaranır. Yəni, bu təhsil sistemi, xüsusilə mühəndislik sahəsində təhsil sistemi sənaye ilə sıx əlaqədə, sizin o qeyd edildiyiniz laboratoriyalar, praktikanı keçmək üçün yer və praktiki olaraq istehsal prosesini görmək üçün və istehsal prosesinə bilavasitə tətbiq üçün olan müəssisə ilə kontekst təşkil etdikdə bu birini tamamlayır və eyni zamanda təhsil alan tələbələr və o cümlədən professor müəllim heyətinin də böyük motivasiyası olur. Mənə elə gəlir ki, Azərbaycan bu sahədə düzgün yol tutub. Əlbəttə bu yolda da qeyd etdiyimiz strateji yol xəritəsi, yəni təhsildə istehsalatın bir-birindən sənayedə birgə masa arxasında əyləşərək bu sahəyə cavabdeh olan şəxslər ümumi bir proqram, strateji yol xəritəsi formasında ya başqa bir formatda ümumi bir proqram hazırlansaydı, bu inkişaf etmiş Avropa ölkələri, o cümlədən Almaniya misalında düzgün bir yol olardı və mən inanıram ki, bu yolda məhz gedəcək. Siz bilirsiniz, mən Azərbaycan Texnik Universitetində o cümlədən mühazirəçi professor olaraq fəaliyyət göstərirəm.
bakalavr, magistratura və doktorantlara uzun illərdəki rəhbərlik edirəm və bu baxımdan müqayisə üçün sizin sualınıza görə təşəkkür edirəm. Bu müqayisə üçün böyük yəni imkan yaranır mənim üçün. Almaniyada olan doktorantlarla Azərbaycanda olan doktorantlarım və onların potensialını bir-birlə müqayisə edeyim. Dediyim kimi Almaniyada olan doktorantlar əsasən müəssisələrdə Porsche kimi, Daimler, Mercedes-Benz kimi, Volkswagen kimi, Audi kimi, Airbus kimi, ThyssenKrupp kimi, Siemens Enerji kimi, Siemens kimi, Schaeffler kimi, Continental kimi dünya markaları, dünya səviyyəsində tanınmış firmalar çərçivəsində mühəndis işləyəcəkləri baxımından gəlib təhsil alırlar və bunun kontekstində də gedib orada əmək bazarında uyğun rəqabətə davamlı şəkildə davam gətirə bilmək üçün təhsil almalıdırlar ki, onlar, yəni orada təhsilin əsas məqsədi diplom almaq deyil. Təhsilin əsas məqsədi məhz uyğun bilikləri və uyğun bacarıqları qazanaraq əmək bazarında özünü təsdiq eləmək və uyğun uğurlara. Mən deyim ki, Azərbaycan da bu baxımdan çox düzgün inkişaf yolundadır. Xüsusilə burada olan digitallaşmanın səviyyəsi məni çox sevindirir. Məsəl üçün, təhsil sisteminin digitalizasiya keçməsi, xüsusi, yəni əvvəlki kimi o köhnə qaydalarla professor və ya müəllim assistent heyətinin yəni o kağızlar əsasında mühazirələr oxuması deyil, məhz hər şeyin digitallaşması, xüsusilə son 2-3 ildə Azərbaycanda bu baxımdan böyük işlər görülür. Bu sevindirici haldır. Ancaq yenə də qayıdaq sənaye potensialına. Azərbaycanda da bəzi sənaye müəssisələri var ki, xüsusilə yaşıl enerji sahəsində mən COP29 çərçivəsində xüsusilə yaşıl zona deyilən bir zonada gəzər zaman müxtəlif həmçinin yerli müəssisələrlə tanış oldum və o müəssisələrin, yəni əlbəttə başlanğıc səviyyədədir. Ancaq o müəssisələrdə olan mütəxəssislərlə söhbətim əsasında məndə belə fikir formalaşdı ki, bu baxımdan Azərbaycanda da yaxın gələcəkdə biz uğurlara əl ata bilərik, uğurlara qazana bilərik. Ancaq bu sistemli, məqsəd yönlü olmalıdır. O cümlədən burada həmin o müəssisələr arasında dövlət müəssisələri ilə yanaşı qeyri-hökumət, yəni fərdi müəssisələrin də olması çox sevindirici bir haldır. Həmin müəssisələrin inkişafı üçün xüsusilə yaşıl enerji texnologiyası, progresiv enerji texnologiya, mütərəqqi texnologiyalar üzrə inkişaf yaradılması və bunun üçün şərait yaradılması mənə elə gəlir ki, həmin sizin verdiyiniz o sual baxımından Almaniya və yaxud sənəsi inkişaf edilmiş ölkələrlə Azərbaycandakı təhsil elm sahəsində mütəxəssislərin hazırlanması baxımından potensiala imkan verər. Süni intellekt həyatımıza sürətlə daxil olmaqdadır. Yəni elə bir sahə yoxdur ki, süni intellekt ona təsir etməz. Maraqlıdır, sizin sahəniz maşınqayırma texnologiyası sahəsidir. Orada necə hiss olunur süni intellektin təsiri? Süni intellekt, biz dedik, deməli, vəziyyət necədir o strateji baxımından bütün ölkələrdə əsas 4-5, biz ona şlüsel texnologiya deyilik, yəni əsas açar texnologiyalarla, bunların içərisində cyber security-dir, yəni kiber təhlükəsizlik üzrə, süni intellektdir, digitalizasiyadır, yaşıl enerji texnologiyalardır. Hər bir ölkə özünün dünyada tutduğu mövqeyə görə həmin dediyimiz o strateji qlobal yol xəritəsinə görə əsas 4-5, yəni bu çox olmamalıdır, 4-5 strateji hədəflər istiqaməti müəyyən edir və bunlardan biri də əgər həmin ölkələrin, yəni sənayesi inkişaf edilmiş ölkələrə baxsaq, süni intellekt ilk öndə duran vəzifələrdən biridir. Bu da qarşısı alınmaz bir prosesdir, çünki bu keçid bizim zamanımızın tələbidir. Almaniya sənaye baxımından istər-istəməz sənaye əgər yüksək dərəcədə inkişaf edibsə, süni intellektdə, yəni süni intellekt vasitəsilə uyğun texnologiyaların və xüsusilə istehsal texnologiyalarının, siz bilirsiniz, Almaniyada neft qaz ölkəsi deyil, biz istehsal nəticəsində yaşayırıq. Bax, mənə o maraqlıdır ki, yəni süni intellekt insanı tam əvəz edə bilərmi, yəni maşınqayırma texnologiyasında? Birinci sual odur ki, süni intellekt insanı tam əvəz edə bilərmi? İkinci sual ondan ibarət ki, süni intellekt insanı tam əvəz eləməsi ümumiyyətlə insanlığın, humanizmin, cəmiyyətin marağındadırmı? Bəli.
Məsəl üçün bilirsiniz, Mənəvi məsələ tərəfdən də yanaşmaq bəli, lazımdır. həm bunun çox böyük sahələri, əgər bu bütün sahəmizin bütün sferalarına girirsə, buna təkcə mənəvi yox, etik cəhətdən, sosial baxımından, iqtisadi baxımdan yanaşmaq. Məsələn, süni intellektin əgər tam insanı əvəz edəcəksə, 100 minlərlə işçi yerinin yeni işçi növü ilə, bizim məsələn hesablamalar göstərir ki, süni intellektin tətbiqi nəticəsində yaranan işçi yerlərinin sayı mövcud süni intellektsiz olan işçi yerlərinin sayından çox olacaq. Yəni bu ancaq ilkin proqnozlardır. Eyni zamanda əgər bu keçid ağıllı və düşünülmüş şəkildə uyğun proqramlar əsasında yerinə yetirilməsə, yəni buna keçid birdən-birə də eləmək olmaz. Bu keçid mövcud işçi yerlərinin saxlanılması baxımından onların tədricən əvəzlənməsi. Bu əvəzlənmə də 10 illər davam eləməməlidir. Yəni bunun bir zaman və çərçivəsi olmalıdır. Zaman çərçivəsi var. Əlbəttə bu zaman nə qədər tez olsa bir o qədər yaxşıdır. Eyni zamanda bu tez zamanın da öz çərçivəsi var. Çünki hər şey zaman və məkan daxilində baş verir. Bu zaman elə olmalı ki, mövcud işçi yerləri itirilməsin. Çünki mövcud işçi yerləri müəssisələrin yaşayışı üçün əsas başlıca faktordur. Yəni buna çox düşünülmüş formada yanaşmalı. Bu keçid mütləq olacaq mənim nöqteyi nəzərimdən. Məsələn, Azərbaycana qayıtdıqda biz etik normalardan, məsələn, götürək etik normalar, bu tam insanın süni intellekt olan robotlar vasitəsilə idarə olunması və yaxud əvəz olunması vacibdirmi? Mənim nöqteyi nəzərimdən bu keçiddə də hər bir ölkənin özünün spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Yəni biz tutaq ki, Almaniyada olan süni intellekti birin-biri Azərbaycandakı olan süni intellektə tətbiq eləsək, o nəticəsi bizim üçün müsbət olmaya da bilər. O məsələlər ki, texnoloji proseslərə aiddir, o məsələlər ki, istehsal prosesində qiymətlərin və yaxud məhsulun istehsalının maya dəyərinin aşağı salınmasına səbəb olur, əlbəttə onu birin-birə tətbiq eləmək olar. Ancaq o səbəblər ki, insanların idarə olunması, o səbəblər ki, o texnologiyalar ki, tutaq ki, cəmiyyətin özünün süni intellekt vasitəsilə tətbiqinə həsr olunacaq. Orada müəyyən məsələlərdə yenə də deyirəm, hər bir ölkənin özünün spesifik xüsusiyyətlərini zaman və məkan baxımından nəzərə alaraq keçidi təmin olunsaydı, mənə elə ki, bu daha məqsəd yönlü olar. Məsələn, Yaşar müəllim, sizin də bizim də dostumuz Rahim müəllim bizdə qonaq olmuşdu. Mən süni intellektlə bağlı ona sual verəndə o dedi ki, bəli, süni intellekt artıq əməliyyat, yəni tibb əməliyyatları sahəsində geniş tətbiq olunmağa başlayıb və keçid dövrüdür və hətta zaman gələ bilər ki, məsələn, insanın ürəyi ağrısın, getsin xəstəxanaya, həkim evindən məsələn süni intellekt vasitəsilə onu əməliyyat eləsin və yaxud elə süni intellektin özü onu, yəni robot texnologiya o səviyyəyə qalxa bilər ki, onu əməliyyat eləsin. Amma burada bir faktor var da, maraqlı bir nüansa toxundu. Dedi, o xəstəyə həkim toxunmasa, yəni o istiliyi ondan almasa, məsələn, əməliyyat yüksək dəqiqliklə həyata keçirilsə belə, xəstəyə sən yaxşı olacaqsan, narahat olma. Bir kəlməsinin özünün böyük bir belə deyə fəlsəfəsi var. Süni intellekt onu verə biləcəkmi? Verə bilməyəcək. Bax, söhbət odur. İndi hissləri, həyəcanları süni intellektə köçürmək olmaz. Əlbəttə, söhbət odur. Əlbəttə. Bunun hər bir məsələdə olduğu kimi müsbət və mənfi cəhətləri var. Məsəl üçün, dünyada ilk dəfə Da Vinci deyirlər, robotunun daxili orqanlarını, mən həkim deyiləm ixtisasçı, ancaq elə yaranıb ki, maraqlanmışam bu işlə. Yəni, Da Vinci deyilən robot var. O robotu da Siemens, bizim müəssisənin bir hissəsi olan Siemens Enerji işləri tərəfindən kəşf olunub. Yəni, tam həkim əgər belə assistent iştirakı olmadan daxili orqanlarının da uyğun əməliyyatı yüksək robotlaşdırılmış formada həyata keçirə bilir. Üstünlük cəhəti odur ki, həkimdə insan faktoru var, onun yaşı nəzərə alınır, yorğunluğu nəzərə alınır, gündə neçə əməliyyat olunmağı nəzərə alınır və bundan asılı olaraq yorğun ola bilər. Ancaq orada dəqiq 1 mikrometr dəqiqliyinə görə həmin aparat, həmin o dediyimiz o Da Vinci robotu yüksək dəqiqliyi ilə uyğun nöqtəni tutur və heç bir problem olmadan əməliyyat edir. Bu, bunun üstün cəhətidir. Ancaq əməliyyat vaxtı tutaq ki, əgər proqramlaşdırma nəticəsində səhvə yol verilirsə, onun çatışmayan cəhətləri ola bilər. Ona görə də burada ümumiləşdirilmiş ümumən keçid lazımdır. Bütün sahələrdə, o cümlədən mənim nöqteyi nəzərimdən tibbi sahədə keçid qarşısı alınmaz bir prosesdir. Ancaq burada da o fərdi
nüansları, əgər belə demək olarsa, hər bir hal üçün nəzərə alınsa yaxşı olardı. Yaşar müəllim, siz bayaq söhbətinizdə Vətən müharibəsinə toxundunuz. Əslində mən bununla bağlı bir ayrıca sual vermək istəyirdim. Amma siz toxundunuz antiterror tədbirlərinə də. Mən sizin diaspor fəaliyyətində çox fəal bir azərbaycanlı kimi tanıyıram. Həm elmi pedaqoji fəaliyyətinizlə paralel olaraq diasporda da çox uğurlar qazanmısınız, yəni addımlar atırsınız. Eyni zamanda Almaniya Azərbaycanlılar Alyansının idarəyyətinin üzvü və həm də Bakı Nürnberg Mədəniyyət və Təhsil Mərkəzinin idarəyyətinin sədrisiniz. Ümumiyyətlə, sualım belədir ki, sədr kimi sizi hansı məsələlər narahat edir Azərbaycanla bağlı? Onların həlli istiqamətində nə kimi addımlar atmağı düşünürsünüz? Diaspora nöqteyi-nəzərdən. Bəli, təbii ki. Əlbəttə, dünyada yaşayan 50 milyonluq Azərbaycan, əgər belə deyək olarsa, Şimali Azərbaycanda hal-hazırda 10 milyona yaxın bizim həmvətənimiz, soydaşımız yaşayır. Yerdə qalan 40 milyonu tarixi səbəbdən öz vətənində deyil, dünyanın müxtəlif ölkələrində, o cümlədən Avropada yaşayır. Almaniya Federativ Respublikasında bizim ilkin hesablamlarımıza görə təxminən 150-180 minə yaxın Azərbaycandan, bu həm şimali, həm cənubi Azərbaycanı mən nəzərdə tuturam, köçmüş bizim soydaşlarımız orada yaşayır və Almaniyanın müxtəlif şəhərlərində yaşayır. Əlbəttə, xaricdən olan, yəni başqa bir ölkədən Azərbaycana baxışla buradakı baxış arasında istər-istəməz bu insan nöqteyi nəzərindən fərq var. Bu tamamilə doğru qeyd edirsiniz və bu fərq də o deməkdir ki, mənim nöqteyi nəzərimdən dünyanın hər arasında yaşamasından asılı olmayaraq bizim milli hədəflərimiz var, bizim milli maraqlarımız var. Müxtəlif fikir ayrılıqları ola bilər, müxtəlif dünya görüşləri ola bilər və bu tamamilə belə olmalıdır. Çünki normal halda ancaq bizim hər birimizin ürəyində Azərbaycan məhəbbəti olmalıdır, Azərbaycan sevgisi olmalıdır. Bu baxımdan da mənə elə gəlir ki, Azərbaycanda da o dediyimiz strateji yol xəritəsi, bizim ümumi milli hədəflərimiz, bizim ümumi milli ideologiyalarımızın formalaşmasında ziyalıların üzərinə çox böyük vəzifə düşür və bu vəzifəndə mən inanıram ki, həm onlar layiqincə yerinə yetirirlər və gələcəkdə də yerinə yetirir. Ancaq bu sistemli şəkildə olmalıdır. Bilirsiniz, Almaniyanın təkcə istehsal prosesi deyil, eyni zamanda Almaniyada istənilən bir ayrıca layihə olsun, bu istər istehsal prosesində olsun, yaxud mədəniyyət sahəsində olsun, bu layihənin həmin vaxt baxımından, həm də məzmun baxımından konkret kağız üzərinə gətirilir və konkretləşdirilir. Milli xalqların və millətlərin də həyatında və onların inkişafında da istənilən hədəflər kağız üzərinə gətirilməlidir. Milli ideologiya, əgər mövcuddursa, o milli ideologiya mövcud kimi bütün xalqa bəyan olunmalıdır. Əgər onun daha da təkmilləş, xüsusilə siz bilirsiniz, bizim 30 illik torpağımızın işğalından sonra Azərbaycanda yeni ictimai-siyasi vəziyyət yarandı. Bu ictimai-siyasi vəziyyət də mənim nöqteyi nəzərimdən ondan ibarətdir ki, biz artıq dünyada qalib xalq kimi tanınmalıyıq və tanınırıq. Bu qalib xalqın da artıq qarşısına duran məqsəd hansısa yaxınlığında olan bir coğrafi məkanda qonşusu ilə olan mübarizə deyil, özünün inkişafı, sənaye, texnoloji, mədəni, o cümlədən diaspora sahəsində inkişaf proqramları işlənib hazırlanmalıdır və bunun işlənməsi təkcə, bəlkə də bunlar hamısı var, bəyan olunmalıdır. Bütün xalqa bəyan olunmalıdır. Mövqeyindən, tutduğu vəzifəsindən və cəmiyyəti olan mövqeyindən asılı olmayaraq bu hamıya bəyan olunmalıdır və bəyan olunan nəticədə də bizi birləşdirən o 50 milyonu birləşdirən Almanlar belə eləyir. Bizi birləşdirən o 50 milyon insanın ümumi hədəfləri olur. O hədəflər də, mən sizə bir misal deyim. Biz indi 10 milyon, siz müxbirsiniz, çox tanınmış da müxbirsiniz. Bakıda məsəl üçün tutaq ki, 2-3 milyona yaxın insan yaşayır. Siz bu 2-3 milyondan bir yüzündən və yaxud elə 2-3 milyon hamısına əgər elə bir texniki imkanı olsa soruşsaq ki, bizim milli hədəflərimiz nədir? Bəlkə də o 2-3 milyon içərisində siz ən az bir 300-400 cavab alacaqsınız. Ancaq bu 4-5 olmalıdır. Strateji prioritet hədəflər. Kənardan diaspora nöqteyi nəzərindən baxdıqda biz diaspora işi üzrə Dövlət Komitəsi ilə çox sıx əlaqədar bir fəaliyyətdə işləyirik və yəni o cür sistemli
yanaşma, strateji yol xəritələrinin tərtibi və onun bəyan edilməsi, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün Azərbaycan evlərinin və koordinasiya şuralarının təşkili və o koordinasiya şuraları ətrafında bizim soydaşlarımızın ümumi milli hədəflər ətrafında birləşdirilməsi, eyni zamanda siz bilirsiniz 2022-ci ildə bizim diasporanın zəfər qurultayı Şuşa şəhərində keçirildi və həmin Şuşa şəhərində keçirilən həmin zəfər qurultayında cənab prezident İlham Əliyevin çox böyük tarixi nitqi oldu. Orada xüsusilə Azərbaycan evlərinin və Azərbaycan dilinin və mədəniyyətinin inkişafını əsas prioritet məsələlərindən biri olması xüsusilə qeyd olundu. Mənə elə gəlir ki, xaricdə yaşayan azərbaycanlılar üçün Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan, əgər mən şişirtmədən deyərdim, sivilizasiyasının ilk növbədə bizim özümüz üçün öyrənilməsi, yəni bizim növbəti nəsillər gəlir, onlar üçün bir miras olaraq verilməsi və eyni zamanda ərazisində yaşadığımız ölkələrin xalqları üçün bəyan edilməsi çox mühüm addım ola bilər. Bu baxımdan biz dediyim kimi istər Almaniya Federativ Respublikasında, istərsə də Avropanın bir çox ölkələrində, mən bilirəm ki, Şimali Amerikada da belədir, Asiya ölkələrində də belədir. Uyğun bizim mədəniyyətimizə, milli dəyərlərimizə, dilimizə xidmət edən tədbirlərin keçirilməsi və bu tədbirlər əsasında da yerli ictimaiyyətə bu haqda bizi Azərbaycanı tanıtdırmaq bu çox vacib məsələlərdir. Təşəkkür edirəm Yaşar müəllim. Gərgin qrafikinizə baxmayaraq təklifimizi qəbul edədiniz, studiyamıza gəldiniz. Biz həqiqətən sizin kimi soydaşlarımızdan fəxr edirik, qürur duyuruq və məqsədimiz də odur ki, sizin simanızda Azərbaycan qaymaqlarını auditoriyamıza, cəmiyyətimizə tanıtmaqdır. Var olun. Çox sağ olun. Mən də fürsətdən istifadə edərək bir daha bütün Azərbaycan xalqını bu mühüm tədbirlərlə əlaqədar COP29 ilə əlaqədar təbrik edirəm. Həmvətənlərimizə can sağlığı, sağlamlıq və ən xoş və səmimi arzularımızı bildirir. Sizə yaradıcılıq fəaliyyətində uğurlar, ondan da öncə can sağlığı və bütün işlərinizdə yeni də uğurlar arzu edirəm. Var olun. Var olun. Çox sağ olun. Var olasınız. Belə, hörmətli əziz tamaşaçılar, bir daha xatırladım ki, studiyamızın qonağı Baltik Net Cəmiyyətinin sədri və eyni zamanda Azərbaycan-Almaniya Alyansının idarə heyətinin üzvü Yaşar Musayevdir. Sağ olun, gələn görüşlərədək. Çox sağ olun.